Salam, hər vaxtınız xeyir olsun. Marketlərdə kilosu 10 manat olan Koreya salatını hazırladıq bu günləri. İlk öncə bunun üçün sizə beləncə bir alet lazımdır. Bu tərəfi soyan kimi, bu tərəfdə bizim köklərimizin formasını vermək üçün. Çox adam sarımsağı soymaq üçün bıçaqla istifadə edir, amma bu düzgün bir şey deyil. Sarımsağı sadəcə götürürsən, əzirsən və rahat şəkildə soyursun. Daha sonra 4 diş sarımsaq rəndələyirik. Rəndəmizdə çox antik fəaliyyətəsidir. Hazırlayacağımız Koreya salatı üçün ədviyyat ən vaciblərdən biri. Marketlərdə satılır. Ucuz 1 manat, 1 manat 60 qəpik. Alıb istifadə edə bilərsiniz. Qarışımın içində göstərirəm sizə. 50 gram 60 qram 2 çay qaşığı duz, 1 çay qaşığı pesos, 100 gram duru yağ əlavə edirik. 150 gram da sirkə, fərq etməz, alma, üzüm. Daha sonra hazırladığımız tərkibi qazın üzərində qızdırırıq. İçədə iyi qarışdırırıq. Üzerine əlavə edib qarışımı. Şimdi qarışdırırıq yaxşıca. Daha sonra hazırladığımız kökü bankalara yığıb 4 saat soyuducuda saxladıqdan sonra istifadə edə bilərsiniz. Möhtəşəm.